Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımağım uğraşırsan, bir də bir bərinə cavanlaşırsan. Gül təkləri gözəl, Şuşanın dağları kimi qürurlu, əzəmətli xan qızı Xurşudbanu Natəvan. Bir müddətdir ki, onun zəngin yaradıcılıq yolunu vərəqlədikcə də heyranlığımızı gizlədə bilmirik. Tutan verilişlərimizdə onun həm də yüksək insani keyfiyyətləri haqqında danışmışıq. Bu dəfə isə Natəvanın məşhur Gül dəftərindən söhbət açacağıq. O həm gözəl şair və ictimai xadim, həm də incə zövqlü rəssam və bədii tikmə ustası olub. Deyilənə görə Natəvan bu sənətin sirlərini ona ilk dərs verən bibisi Gövhər xanımdan alıb. Onun bizim dövrə qədər gəlib çatmış əsərlərinin sayı çox olmasa da, onların hər biri Azərbaycan incə sənətini zənginləşdirən nümunələr kimi bizim üçün çox qiymətli, çox dəyərlidir. Bir maraqlı faktı da tarix yaddaşında yaşatmaqdadır. 19-cu əsrdə Qafqazda, o cümlədən Bakıda səfərdə olan məşhur fransız yazıçısı Aleksandr Dumanı Natəvanın öz əlləri ilə ərsəyə gətirdiyi tikmə məftun etmişdi. İstəkli dinləyicilər, söhbəti Professor Elçin Əhmədov davam etdirir. Natəvanın 1886-cı ildə tərtib etdiyi və hal-hazırda Azərbaycan Respublikasının Əlyazmaları Fondunda saxlanılan 227 səhifədən ibarət Gül dəftəri adlı məşhur albomda 13 şeiri, naturadan çəkdiyi təsvirlər və müasirlərinin lirik parçaları toplanmışdır. Və bu barədə Mustafa Çəmənli heç şübhəsiz ki, Bəylər Məmmədovun da Xan qızı Xurşudbanu Natəvan haqqında kitabına istinad edərək onun Gül dəftəri haqqında kifayət qədər məlumat vermişdir. Dağlar maralısan Şuşa ceyranı, niyə yaralısan Şuşa ceyranı? Şuşa sıxmaq güzeldir. لا يزال صوت الشوشة مستمرا. Xurşudbanu Natəvan həmin dövrdə xəstə, halsız olsa da yaradıcılıq həvəsindən demək olar ki, o düşməmişdi. O ürək yaralarını, taleyindəki şikayətlərdən şeir dili ilə ifadə etməyə həmişəkindən daha çox ehtiyac duyurdu. Və o səbəbdən də məhz 1886-cı ildə Natəvanın sağalıb yenə də məclis sürünsə qayıtması həmin dövrdə o məclis sürünsə toplaşan şairlərin hədsiz sevincinə səbəb olmuşdu. Onlar tərəfindən Natəvanı səmimi arzularla, xoş diləklərlə dolu mənzumələr yazıb göndərmişdilər. Natəvan 1886-cı ildə 227 səhifədən ibarət Gül dəftəri adlı şeir albomunun hazırlanması Bəylər Məmmədovun həmin Xurşudbanu Natəvan əsərində öz əksini tapmışdır. Və onun tirmə üzərində rəngli saplarla bir tərəfdə Nərgiz, Qızılgül və miladi təqvimi ilə 1886-cı il tarixli, digər tərəfdə isə Küknar, Qovaq, Şam ağacı və 1304-cü il tarixi ilə toxunulmuş rəsmi şərq ornamentləri ilə haşiyələnmişdir. Varımdı sinədə dərdü qəm nihan, ölürəm, fəda olum sənə, gəl eylə imtihan,
ölürəm. Fərağdən gecələr yatmaram sabaha kimi. Xəyali zülfünə bağlı gedibdi can, ölürəm. Bahari hüsnün ara, gör necə xəzanəm mən. Bahar laləsi tək bağrım oldu qan, ölürəm. Vərəq-vərəq dilücan, hicrin içrə odlandı. Misali gəncafə səd parə oldu can, ölürəm. O xaki payini mən aşiyanə etmiş idim. Vətəndən ayrı düşüb, indi laməkan ölürəm. Dedin ki, çək əlini damənimdən, əl çəkdim. Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm. Çəkərdim həsrətini, görmədim xuda hafiz. Olubdu indi işim, nalə və əfğan, ölürəm. Fəda o qamətinə kim qəza nə xoş çəkmiş. Kədər büküb belimi, eyləyib kaman, ölürəm. Fərağdan tükənib tab-ı taqətim billah. Vüsalə yetməz əlim, zar-ı natəvan ölürəm. В эфире «Голос Шуши». Tədqiqatçı Bəylər Məmmədov Xan qızı Xurşudbanu Natavanın Gül dəftəri adlı şeir albomu haqqında danışarkən Xan qızı Xurşudbanu Natavan kitabında göstərir ki, həmin Gül dəftəri albomunda divan ədəbiyyatında olan tərtibata riayət edilməmişdir. Onun Gül, Yasəmən, Qələmfil, Süsən, Lalə və s. tabloların ardınca Gül dəftəri adlı albomun 214-cü səhifəsinə qədər müxtəlif peyzaj, miniatür və etüdlər çəkilmişdir. Bunların hamısı Xan qızı Xurşudbanu Natavanın nazik uzlu, karandaşla çəkdiyi ən nəfis rəsmlərdir. Naturadan çəkilən təsvirlərdə kölgə, işıq və obyekt təbii və qabarıq verilmişdir. Xüsusilə Tiflis mənzərələrindən Kür qırağının, Mefex qalasının, Narınqalanın, Müştəhid bağının, Şeyx Sənan dağının görünüşü çox təbii və canlı çıxmışdır. Əgər Vaqif öz şeirlərində Tiflisin gözəlliyini mət etmişsə, bu gözəlliyi Natavan öz rəsmləri ilə demək olar ki, tamamlamışdı. تستمعون إلى صوت شوشة. La voix de Şuşa continue. Qarabağ peyzajları haqqında isə albomda realist rəsm əsərləri təsiri bağışlayır və rəssam şair Natavan sənətinə verdiyimiz yüksək qiyməti bir daha mənalandırır. Yəni Xan qızı Xurşudbanu Natavanın poetik əsərləri kimi realist rəsmləri də Azərbaycanın klassik bədii irsinin dəyərli nümunələrindəndir. Onu da qeyd etməliyik ki, şairlərdən Mamo bəy Mamayi, Həsən bəy Yüzbaşov Natavanın çəkdiyi Gül, Bənövşə, Qələmfil, Qönçə rəsmlərinə həsr etdikləri şeirləri yazarkən onun sənətkarlıq qüdrətindən qüvvət və ilham almışlar. Və bu əsərlərdə biz bir daha Xurşudbanu Natavanın istedadını, yaradıcı əməyini, yüksək sənətkarlıq məharətini görürük. Şair və rəssam olan Xan qızı Xurşudbanu Natavan şərq miniatürçülərinin işlətdiyi əsatiri mövzulardan qaçaraq real həyat gözəlliklərini rəsmə almış və bu da çox böyük əhəmiyyət kəsb edən fədakarlığı, yaradıcılığı və onun qabiliyyətindən irəli gələn məsələlərdir. Natavanın Gül dəftərinin ətri
zamanımızda da duyulur. Xurşudbanu Natəvanın gül dəftəri UNESCO-nun Dünya Yaddaşının beynəlxalq registrinə daxil edilib. Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən verilən məlumata görə, bugün UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında Xurşudbanu Natəvanın gül dəftəri illüstrasiyalı şeirlər albomu adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub. UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə 19-cu əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşudbanu Natəvan İslam şərqində yerləşən ölkədə ədəbi məclisin sədri kimi təsvir olunur. Qarabağ xanlığının son varisi hesab olunan Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu qeyd edilir. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiği töhfəsi xüsusi vurğulanır. Natəvanın gül dəftərinin Dünya Yaddaşının beynəlxalq registrinə salınması ölkəmizin Qarabağ bölgəsinin 19-cu əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Kiminci yersen aziz qolaqdan, qurbanam gözlərə Şuşa ceyranı. Niyə yaralısan Şuşa ceyranı? Qurbanam gözlərə Şuşa ceyranı. Niyə yaralısan Şuşa ceyranı? Shusha's voice continues. تستمعون إلى صوت شوشة. Onu da xatırlatmaq yerinə düşər ki, Natəvanın Gül dəftəri şeir albomundakı 3 rəsm əsəri 2023-cü il martın 21-də UNESCO-nun mənzil qərargahında beynəlxalq Frankofoniya günü çərçivəsində təşkil edilən sərgidə tamaşaçılara təqdim olunub. Şuşanın səsinin bu dəfəki buraxılışını sizlərə Professor Elçin Əhmədov, rejissor Ülviyə Zamanlı, aparıcı Xuraman Həsənova, redaktor Aybəniz Məmmədəliyeva təqdim etdilər.